La ilahe illahunu yaşamasa, əyanı görməsən ki, həqiqətən la ilahe illahu, həqiqətən ondan başqa ibadətə layiq olan heç nə yoxdur, tanrı yoxdur. Ondan başqa la havlə və la quvvətə illa billah, ondan başqa heç nə qüdrət yoxdur. Onda o sözü deyəndə həmin adam olur İbrahim əleyhissalam kimi, Cəbrail əleyhissalam dedi: "Subbuhun quddus, Rabbuna və Rabbul mələikəti və ruh." İbrahim əleyhissalam da səhrada qoyun otarırdı, sürüsü var. O qədər həzz aldı o sözdən. Dedi: "Ay o səsin sahibi, o sözü deyən. Bir dəfə dedi, sürümün yarısı verirəm sənə." O yenə dedi, Subbuhun quddus. Yəni Subbuhun quddus, yəni Allah nöqsanlardan pakdır və müqəddəsdir. Rabbuna və Rabbul mələikəti və ruh bizim Rəbbimizdir, mələklər və ruhun Rəbbidir. Dedi, o biri yarısını da verirəm. Bir dəfə dedi. Bir dəfə dedi, canımı da verirəm. Bir dəfə dedi. Nə həzdirsə o həqiqətdə ki, hər şeyini verməyə hazırdır, o müqəddəs adı eşitsin, müqəddəs sözü eşitsin. La ilahə illahu Arifin dilində, idrak əhlinin dilində, müdriklərin dilində dünyanı yerindən oynada bilər. Onlar bir dənə la ilahə illahu sözünə görə canlarından keçməyə hazır idilər. Hətta onların tələbəsi Bilal-i Həbəşi rəhmətullahi aleyh nə qədər deyirlər, Hubəldir, tanrım, Üzzal tanrım, deyirdi, Əhəd, Əhəd, Səməd, Səməd, ancaq bunu deyirdi, işgəncədə deyirdi, bunu deyirdi. Lazımı yerə çatır ki, ondan başqa heç nə yoxdur, ondan başqa tanrı yoxdur. Və bunu dildə də demək lazımdır hökmən. Demədikcə, insan burada görür ki, yox, pul da olub mənim məbudum, vəzifə də olub mənim məbudum, malik olduğum, sahib olduğum güc də olub mənim məbudum, mən öz gücümə tapınıram, mən öz gücümə güvənirəm. La ilahə illahu, yəni ondan başqa heç güvənmirəm. La ilahə illahu, yəni tanrıdan başqa, ondan başqa heç güvənmirəm. Amma bu güvənir. Davamında buyurur ki, siz haqsızlıq edirsiniz.